Salam, dəyərli və sevimli izləyicilərimiz. Bizi sevə-sevə bölgələrdə gözləyən insanlar, hansı ki, xronik ağrılardan əziyyət çəkirsiniz, bizim müalicəmizə, bizim müdaxilələrimizə ehtiyacınız var. Uzun bir fasilədən sonra yenidən Gəncəyə başvurduq. Niyə? Çünki biz tələbata uyğun insanların qulluğuna gedirik, onlara xidmət eləməyə gedirik. Çox saylı insanların izdihamını görüncə həqiqətən bir tərəfdən sevinirəm ki, qürur hissi ilə mənə ehtiyacı olan insanlar üçün kömək eləməyə gəlmişəm. Bir tərəfdən də üzülürəm ki, nədən bizim dəyərli xalqımızın bu qədər xroniki ağrıları var, hansı ki, hara başvururlar, amma bu ağrılardan azad ola bilmirlər. İnsanlarla görüşməklə biz xroniki baş ağrıları, bel ağrıları, bel yırtı səbəbindən olan ağrılar, çox saylı diz, oyna ağrılarına əziyyət çəkən insanlarla görüşdüm. Artroz dərəcəsi, qırdaq yeyilmə dərəcəsi, 2-3 dərəcədən daha yuxarı 4-cü dərəcəli yeyilmiş qırdaqlarla daha çox rast gəldik. Həm kök hücrə icra elədik, həm çiyin oynağından əziyyət çəkən, qolu hərəkət eləməyən insanlara bir neçə prosedura icra elədik. Çiyin oynaq daxili blokada, müalicəvi blokadalar, bel yırtıq səbəbindən olan ağrılar aradan qaldırılmasını transforaminal epidural steroid injeksiya elədik. Bel oyna ağrılarına əziyyət çəkən insanlara xüsusi blokada üsullarını istifadə elədim. Oturaq sinirin iltihabı səbəbinə yaranan ağrılarla bağlı preformis əzələ blokada elədik. Bütün pasientlərimiz ağrı əzabı ilə gəlsələr də bizim qəbulumuza hamısı gülə-gülə ağrısız evə yollandılar. İnşallah son nəticələrində Allah sizə görüşəcəm sizinlə. Təşəkkürlər.